İnşallah sabahları 2 rükət ərəfə namazını qılın. Sübh namazı kimidir. Azan iqaməsi yox. Əs-salah, əs-salah, əs-salah. 2 rükət ərəfə namazı qılıram. Qurbətən ilallah. Allahu Ekber, həmd və ixlası oxu. Və ruku səcdə, 2-ci rükətdə həmd oxuyandan sonra Kafirun surəsi. El-Kafirun. Bu surəni tapın, oxuyun. Mümkünsə yazın, gözünüzün önünə qoyun, oxuyun. Nə qədər Allah Taala o fürsətləri, itirdiyimiz fürsətləri Allah Taala bizə bəxş eləyəcək. Bu bir nemətdir. Bu bir həqiqətdir ki, çalışaq bu ərəfənin fəzilətini, əməllərini edək ki, Allah da bizim günahlarımızı bağışlasın.